Negative sentence, inkar cümlə istəyir bizdən. Baxın, bizə bir cümlə verilib. Tom has a car and a motorbike. Biz bu cümləni inkar cümləyə çevirməliyik. Və biz bir qaydanı xatırlamalıyıq ki, and bağlayıcısı inkar cümlədə işlənməz. Əvəzinə or bağlayıcısını istifadə edərik. A bəndinə baxıram ki, Tom doesn't have a car nor a motorbike. İngilis dilində bir sadə cümlədə birdən artıq inkar söz ola bilməz. Yəni ki, inkarlıq olmaz. A bəndində baxırsınız ki, doesn't və nor. 2 dənə inkarlıq var. A bəndimizi çıxarıq. B bəndində has burada əsas feildirsə, biz həzin özü ilə inkar verə bilmərik. Həzin özü ilə sual və inkarı o zaman verirəm ki, özündən sonra participle to gətirsin, bitmiş zamanda olsun. Olmadığına görə mən hasn't ifadəsini verə bilmərəm. Həmçinin and bağlayıcısı yenə də inkar cümlədə işlənməz. C bəndində Tom doesn't have a car or a motorbike. C bəndi düzgün cavabındır, problem yoxdur. D bəndində yenə hasn't-dan verib olmaz. Y bəndində isə no-dan sonra biz article istifadə edə bilmərik. Düzgün cavab olacaq C bəndi.